Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz mövzu sınavı nömrə 5-in D variantıdır. Deməli, birinci tapşırığı həll etməkdən ötürü 12-ni, 15-i, bir də 180-ı sadə qruplarına ayırmaq lazımdır. 12 üstündə 4n çıxılsın 1 vurulsun. 15 üstündə 4n üstəgəl 2 məxrəcdə də 180 vurulsun 4n üstəcə 1'dir. Bu 180'ı 15 kimi göstermək olar. Yəni qruplarından biri 15'dir. Biraz işimiz rahat olsun diye belirləyək ki, deməli 180'ı göstərirəm. Burada bir də qruplarını ayıraq. 15 vurulsun. 18'də 15 bir dəfə, 30'da 15 2 dəfə, 12 kimi. Deməli bu olur 15 üstündə 4'ün üstəcəl 1, bir də 12 üstündə 4'ün üstəcəl 1. Burada da 12'nin üstündə 4'ün çıxılsın 1'dir. Bir dənə də 15'in üstündə 4'ün üstəcəl 2'dir. Bərabərdir. Bu 4n plus 1 dənədir. Bu da 4n plus 2 dənədir. İxtisar gedir, qalır surətdə təkcə 15. Məxrəcdəkində də bir dənə əskikdir burada. Buradan ixtisar gedir, qalır 12 üstü 2. Bərabərdir. Bu da 15 bölünsün 12 vurulsun 12 deməkdir. 12 ilə də 15 ixtisar gedir, qalır surətdə 3'ə böləndə 5. Məxrəcdə də 12 vur, 12'ni 3'ə böləndə 4. Eləyir 48'də 5. 48'də 5 də olur. Burada B variantı. İkinci tapşırıqda natural ədədi deyir. 16'ya böldükdə qalıqda 12 alınırsa. Deməli bunun üçün fikirləşmək lazımdır ki, burada mən elə ədəd tapmalıyam ki, A ədədi həmin ədədi 16'ya böləndə ən kiçik deyirsə qismətə 1 yazıram, qalığı 12. Onda burada A'nın özünü tapanda olur 16 üstəgəl 12, o da bərabərdir 28. İndi deyib bu ədədin 6'ya bölünməsindən alınan qalığı tapın. 28'i də bölürəm 6'ya, 6 dəfə 4'ün 24 eləyim. 80'də 24 çıxanda qalıq 4 qalır. 2'də də olur qalıq 4. 3 nömrəli məsələ. Malın satış qiymətinə 10% endirim edən satıcı 80% gəlir əldə edir. Deməli biz burada əvvəlcə həm alış qiymətini, həm də satış qiymətini müəyyən edək. Yəni hər hansı bir x ilə ya da bir başqa bir dəyişənlə əvəz eləsək, tutaq ki bu malın qiyməti son qiymət y manat olub. Y olub. Bu deyil satış qiymətidir da. Satış qiymətinə 10% endirim eləyirəm. Satış qiymətinə 10% endirim eləyirəmsə, deməli bunu vurmalıyam 0,9'a. Bərabərdir. Burada bir dənə də yazaq ki, ilkin qiymət 100 manat götürək bunu. İlkin qiyməti 100 manat götürürəmsə, indi deyir ki, malın satış qiymətinə 10% endirim edildi. Satıcı 80% gəlir əldə etmiş oldu. Deməli, ilkin qiymətimiz bizim 100 manat idi. Burada 80% gəlir əldə edilsə, deməli, bunu vurmalıyam. Mən 1,8'ə. Buradan deməli, taparam ki, y bərabərdir 100 vurulsun 1,8 bölünsün 0,9. Burada da ikisini də 10'a vursam 100 vurulsun 18 bölünsün 9 alaram. Bunlar ixtisar gedir. 2 qalır. 100'ü də 2'yə vuranda eləyir 200. Deməli bizim son qiymətimiz 200 manat idi. İlkin qiymətimiz isə 100 manat idi. İndi malın satış qiyməti maya dəyərində neçə dəfə çox oldu deyil. 200'ü də bölsəm 100'ə, burada alaram ki 2 dəfə çox. 2 dəfə çox. Dördüncü tapşırıq. Deməli, bizə verir kvadratları cəmini və özlərinin fərqini verir -7. Deyir ki, hasilini tapın. Bu, elə bil ki, ikincini biz kvadrata yüksəltsək, x çıxılsın 5y bərabərdir -7'nin hər tərəfini kvadrata yüksəldir.
Burada kvadrata yüksəldəndə x kvadratı çıxılsın 10 xy üstəgəl 25 y kvadratı bərabərdir. Mənfi 7'nin də kvadratı 49 eləyir. Burada x kvadrat üstəgəl 25 y kvadratını bizə verdi. 109 yazaraq ki 109 çıx 49 bərabərdir. 10xy də keçirirəm bu tərəfə. Burada qalır 60 bərabərdir 10xy. Xy hasili də 60 bölünsün 10. O da bərabərdir 6 olar. 4'te də cavab B variantı. Növbəti tapşırığımız 5. 5'te bizə verir 2 dənə üçbucaq. Həmin bu 2 dənə üçbucağın AB tərəfi deyir, BD tərəfinə bərabərdir. Burada əslində bu şəkildə belə düppədüz olmalıdır. Burada elə bir sınıq xətt kimi görsənir, amma bu düzdür. Çünki bu düz olmasa bu üçbucaqların biz bərabərliyini deyə bilmərik. İndi baxıram, bax bu bucaq bu bucağa bərabərdir. Bu bucaq da bu bucağa bərabərdir. B bucaqları hər ikisində bərabərdir. Bir tərəfdə bir-birinə bərabərdir. Deməli biz ikinci əlamətdə deyirik ki, bir tərəf və ona bitişik iki bucaq, o bir üçbucağın bir tərəfə iki bucağına bərabərdirsə, onda bu üçbucaqlar bərabərdir. Burada bir dənə bucaq bərabər bucağın qarşısında duran tərəf 6x çıxılsın 5y-dir. Öbüründə də 15'dir. Deməli bu bərabər olur 15'ə. Sonra 2 dənə xətlə göstərdiyim bucağın qarşısındakı tərəf, yəni 5x çıxılsın 3y bərabərdir. Bu tərəfdəki 16'ya. Buradan sistem tənliyi aldım. Birinci tənliyin hər bir həddini vurum 5'ə. İkincini də vurum mənfi 6'ya ki, toplayanda geçsin. 5'ə vuranda 6 dəfə 5'in olar 32 çıxılsın 25y bərabərdir 75'ə. Mənfi 6'ya vuranda da mənfi 32 üstəgəl 18y bərabərdir mənfi 96'ya. Tərəf-tərəfə toplayanda mənfi 25 ilə müsbət 18 eləyir. Mənfi 7y bərabərdir. Mənfi 96 ilə də müsbət 75'in mənfi 21 eləyir. Buradan y bərabərdir müsbət 3. Gətirib birinci tənlikdə yerinə qoyuram. 6x çıxılsın 3'ü 5'ə vuranda 15 bərabərdir 15'ə. Buradan 6x bərabərdir 30'a. X də bərabərdir 36'ya böləndə 5'ə. X kvadratı üstəgəl y kvadratını soruşur bizdən. 5'in kvadratı üstəgəl 3'ün kvadratı. 25 ilə də 9'u toplayıram. Eləyir 34. 34 də olur burada. D variantı. 6-cı tapşırıq. Çoxluq verilir bizə. Deməli biz bilirik ki, bura, bir də bura. Ümumi çoxluqların birləşməsinin elementlərinin sayını verir bizə 56 dənə. Əvvəlcə burada verilənləri yerinə yazaq. A çıx B buradır. Birincisi. Yəni x kvadratı üstəgəl 4x üstəgəl B çıxada bu bir ikinci hissədir. 3 üstəgəl 7x çıxılsın x kvadratı və kəsişməsində də 4x üstəgəl 8 üstəgəl 4x üstəgəl 8 hamısı bir yerdə bizə verir 56'nı. X kvadratlar islah gedir. 4x 7x bir dənə də 4x 15x bərabərdir 56. Bu 3. Bu da 8 toplayanda 11 eləyir. Çıxılsın 11. Bərabərdir 45. Buradan x də bərabərdir. 45'i bölürəm 15'ə eləyər 3. İndi bizdən x yox, A çıx B-ni soruşur. Yazırıq ki, n A çıxılsın B. A çıxılsın B-nin ifadəsini bizə verdi burada. X kvadrat üstəgəl 4x-nin. X kvadratı üstəgəl 4x. X'i də 3 tapmışam. 3'ün kvadratı üstəgəl 4 vurulsun 3. 9 ilə də 12'ni toplayanda eləyər 21. 21 də burada olur A variantında. Növbət tapşırıq. Deməli bu 6 idi. İndi baxıram 7'yə. Paralel düz xətlər verilir. A ilə B. X'i tapın deyir. Bunun ən asan yolu bu şəkli bu formaya salıram. X üstəgəl 15'in qonşusu 180 çıxılsın x üstəgəl 15 olası. Bu üçünün bir yerdə cəmi həmişə 360 olur.
Yəni bir dənə o qaydanı yadda saxlamaqla bu tip tapşırıqların hamısını həll etmək olar. 180 mötərizəni açıram, çıxılsın 2, çıxılsın 15. Üstəgəl 3x üstəgəl 20 üstəgəl 135 bərabər olmalıdır 360 dərəcəyə. Hələ ki buradan belə eləyim də, x-ləri 1 yazım. 2-dən x-imiz var, 3x-dən x çıxanda qalır 2x bərabərdir 360 180 keçir, çıx 180 15'i keçirəm, üstəgəl 15 20'ni keçirəm, çıx 20 35'də çıx 35. Buradan alıram ki 2x bərabərdir 360'dan 180 çıxanda qalır 180 180 ilə 15'i toplayanda elə 195. Bunlar da ikisi mənfidir, çıxılsın 155. 195'dən də 155 çıxanda qalır 40. X də bərabərdir 20. 7'də də elə x'i tapın deyir. 7'də də D variantı. Burada x'i tapdıq. 8-ci tapşırıq. AB BC'ye perpendikulardır. AB BC'ye perpendikulardır. CD'de DC'ye perpendikulardır. BC 10'du. BC'ni bütöv verdi 10. AD 26'da. AD'ni de bütöv verdi 26. Sonra deyir ki CD 3'dən AB'ye bərabərdir. CD 3'dən AB'ye bərabərdir. AB'ni məsəl üçün burada götürsəm x onda yox bu CD'ni deyil bu tərəfə. AB'ni x götürürəmsə CD olur 3x. Deməli 3 bucaqlarda oxşarlıq əmsalı 3'ə bərabərdir. 3'ə bərabərdirsə deməli bunu götürürəm. A, bunu da onu da məcbur götürməliyəm 3A çünki hər tərəf 3 dəfə böyükdür. Buranı da götürürəm B, bunu da götürürəm 3B. İndi oxşarlıq əmsalı yəni K bərabərdir. Böyüyünki 3x-dir. Kiçiyinki x-dir. Bərabərdir 3 olduğuna görə buradan tapıram da AD bütövlükdə 26'dır. 26'dırsa deməli A üstəgəl 3A bərabərdir. A D-ni verdi 26. 26. Buradan 4A bərabərdir 26'ya. A da bərabərdir 26 böl 4. 26 ilə də 4'ü 2 ixtisar eləsəm 13 bölünsün 2. O belə dursun. Bizdən CD'ni soruşur. Hələ ki bu bizə lazımdır. Sonra BC'ye qaydanı tətbiq eləsəm B üstəgəl 3B bərabərdir. BC'nin də qiymətini verdi 10. Buradan alıram ki 4B bərabərdir 10. B də bərabərdir 10 bölünsün 4. Onu da 4'ə bölür 5 bölünsün 2 olur. Deməli indi A'nı da tapdım. B'ni də bizdən CD'ni soruşur. Biz buradan x'i tapsaq Pifaqor teoremini tətbiq edib A'nı da tapmışam. B'ni də. Onda x bərabərdir. Əslində 13 5 görəmsə deməli bu 12 bölünsün olmalıdır. 12 bölünsün 2'də buradan x olur. Hemen 12 bölünsün 2'dən 3 dəfə böyükdə CD olası. 12'yi 2'yə böləndə 6 eləyər. Onda CD də bərabərdir. 3 vurulsun 6. O da bərabərdir 18 eləyər. Yəni burada biz əsas deməli 5, 12, 13 Pifaqor üçlüklərindən istifadə eləməklə məsələmizi rahatlaşdırdıq. Deməli 13 bölünsün 2 var, 5 bölünsün 2 varsa deməli öbürü də 12 bölünsün 2 olasıdır. 6, 6'dırsa bu biri də bundan 3 dəfə böyükdür 18. 18'də də Y variantı. Çox hədlisinin sərbəst həddi 65'dir. Deməli burada birinci də sərbəst hədd deyil, ikinci də deyil. M üstəgəl N sərbəst hədd amma. Deməli bizə lazımdır M üstəgəl N'in kvadratı, üstəgəl 11. Bu bizim sərbəst həddimizdir. Bərabərdir 65'e. Buradan M kvadratı üstəgəl 2 hasilin 2 misli 2M'in üstəgəl N kvadratı bərabərdir 65 çıxılsın 11. O da bərabərdir 54'e. M kvadratı ilə N kvadratını verdi bizə 24. Deməli 2M'in bərabərdir 54 çıxılsın 24 eləyər 30. Buradan da M'in bərabərdir 32'ye böləndə 15.
9'da da A variantı. 10 nömrəli tapşırıqda kəsirini deyir, hasilini tapın. Kəsirin hasilini tapmaq üçün birinci bu kəsiri baxaq görək sadələşdirmək olar. Məsəl üçün hər ikisindən kökdə 6-nı çıxarsam, çıxartmaq üçün yazıram 42-ni. 7 vurulsun kök altında 6 vurulsun kök altında 6 kimi. Üstəgəl 12 kök altında 6 da bu eləsin. Kök altında 6 üstəgəl 6 da burada qalsın. Bərabərdir. Buradan deməli kökdə 6-nı çıxardanda qalasıdır 7 kök altında 6 üstəgəl 12 bölünsün. Buradan da kökdə 6-nı çıxarsam 1 üstəgəl kök altında 6 qalacaq. Bunları ixtisar eləyirəm hələ ki. Bərabərdir. İndi bunu mən vurmalıyam buna. Vurmaq üçün buradan təzə yazaq. 7 kök altında 6 üstəgəl 12 bölünsün 1 üstəgəl kökdə 6-nı vurmalıyam. Kök altında 6 çıx 6-ya. Bərabərdir. Bunu deməli vurmaqdan ötürü adındakı surətə vurulasıdır. Surətə vuranda da vuraq yazaq. 7 kök altında 6-nı kök altında 6-ya vururam eləyir 42. Çıxılsın. 7 kök altında 6-nı 6-ya vuranda 42 kök altında 6 üstəgəl 12-ni kökdə 6-ya vuranda 12 kökdə 6 çıxılsın. 12-ni də 6-ya vuranda 60 o da 12 72. Məxrəcdə də 1 üstəgəl kök altında 6 qalsın. Bərabərdir. Oxşar topluluğa islah eləyək. 42-dən 72 çıxanda qalır mənfi 30. Mənfi 42 ilə də müsbət 12-ni eləyib. Mənfi 30 kök altında 6. 1 üstəgəl kökdə 6. Surətdən mənfi 30-u ortaq vuruq çıxardanda 1 üstəgəl kökdə 6 qalır. Məxrəcdə də 1 üstəgəl kökdə 6 qaldı. İxtisar gedir. Qalır təkcə mənfi 30. Onda da cavab A variantı. 11. Nöqtələrindən bərabər məsafədə yerləşən nöqtənin koordinatını tapın. Əgər bu fəza olsaydı, təbii ki, biraz qarışıq olasıydı, amma ədəd oxu olduğuna görə deməli A-nı götürürəm burada mənfi 7,4. B-ni də götürürəm 13. Bunlardan eyni uzaqlıqda yerləşən nöqtə bunların ikisinin elə bir ki, simmetriya mərkəzi olasıdır, ya da ki, orta nöqtənin koordinatları. Orta nöqtənin koordinatını tapmaq üçün öz nöqtələri toplayıb 2-yə bölmək lazımdır. 13 çıxılsın 7,4 bölünsün 2. 13'ten 7 çıxanda 6 qalır. Ondan da 0'dan da 4 çıxanda 5,6 bölünsün 2. 5,6 2,8 eləyəsiz. 11'də də D variantı. 12. Ədədin 4də 1 hissəsi onun 10'da 1 hissəsindən neçə dəfə böyükdür? Deməli burada ədədi A götürsəm, ədədin deyil 4də 1 hissəsi, yəni 4də 1A, onun 10'da 1 hissəsindən 10'da 1A'ya bölməliyəm bunu. Burada alır ixtisar gedir, qalır 4də 1'i 10'da 1'ə bölmək, 1 də 10'a vurmaqdır. Onu da 4'ə böləndə eləyər 2,5 dəfə. Neçə dəfə böyük olasıdır? 2,5 dəfə. 13 nömrəli tapşırıqda tənliyin kökləri hasil sıfırdırsa, ya birinci kök ya da ikinci kök 0 olmalıdır. Ya 6x çıxılsın 3 bərabərdir 0 olmalıdır. Ya da x üstəgəl 100 bərabərdir 0 olmalıdır. Buradan 6x bərabərdir 3'ə, x də bərabərdir 3 bölünsün 6'ya. 3'də 6 0 dəfə, 30'da da 6 5 dəfə. Burada isə x bərabərdir mənfi 100. Bunların da hasili deyirsə, mənfi 100'ü vurmalıyam 0,5'ə. Bu da eləyər mənfi virgülü bir rəqəm keçirəm 50. Mənfi 2 rəqəm daha doğrusu keçirəm. Olur 50. 13'də A variantı. Diagonallarının sayı da m vurulsun m-3 bölünsün 2 ilə tapılır. 6 vurulsun 6'dan 3 çıxanda 3 bölünsün 2. 18'i 2'yə böləndə 9'da boylayır. Əgər burada 18'dənsə, onda 8 üstəgəl 3 dənə də bunun, yəni tərəfi var 11 dənə. Onda burada da diagonallarının sayı 11 vurulsun 11'dən 3 çıxanda 8 bölünsün 2. Bu 4, 4, 11'ə vuranda 44 dənə də burada eləyir. Deməli, A vur N. A-nı tapmışam 9. N-nı tapmışıq 11.
9 vurulsun 11 üstecel B 44'tü. M de 3'tü. 99'un üstüne 12 1 yattı. 12 1 de yattı. 13 yerlem. Eli 1. 9'dan için 12. Bir de yattı 13. 1 yattı. 1 de yattı. 231. 14'te de B variantı. Demek bir tane de diğer onda burada. Bir tepeden çıkan diagonalların sayı m-3. Bütün diagonalların sayı m vurulsun m-3 bölünsün 2 düsturundan istifadə elədik demek. Növbəti məsələ. Düzbucaqlı üçbucağın iki bucağının tangensi. Düzbucaqlı üçbucaq verir bizə. İki bucağın tangensinin tərifini deyirik ki, tangens karşıdaki katetin hipotenuza bitişik katete olan nispettir. Yani bu 3. Bu da alfa olsun. Burada 4. 3 4 ise tabii ki bu da 5 olasıdır. Bu o deməkdir ki, bura 3K'dır, bura 4K'dır, bu da 5K'dır. Çevrenin daxilinə çəkilmiş çevrenin radiusu A üstəcəl B çıx C bölünsün 2 bərabərdir 2 yerdir. İndi burada yerine qoysaq, A ilə B katetlərdə C'də hipotenuzdur. Deməli 3K üstəcəl 4K çıxılsın 5K bölünsün 2 bərabərdir. Çevrenin radiusunu da verdi 18. Deməli 12 7, bu da 7'den 5 çıxanda 2K bölünsün 2 bərabərdir 18'e. K da bərabərdir. İkilər ixtisar edir. Elə 18 qalır. Buradan da bir de deyir ki, hipotenuzunu tapın. Hipotenuzu da 5K götürmüşəm. 5 vurulsun 18. O da eləyər 90. 90 da gəlir C variantına. İndi 16'ya baxırıq. 16 nömrəli tapşırıqda kvadrat tənliyinin kökləri bərabərdir deyir. M çıxılsın n 7 olarsa m'in müsbət qiymətlərini tapın. Deməli kökləri bərabərdirsə, aydındır ki, burada diskriminant 0-a bərabər olur. Deməli D bərabərdir B kvadratı, yəni M çıxılsın 5'in kvadratı çıxılsın 4 vurulsun. A'sı 1'dir, C'si də 9 çıxılsın 2 tam onda 5 n'dir. Bu bərabərdir. Bunu kvadrata yüksəltsəm, alaram M kvadratı çıxılsın 10M üstəcəl 25 çıx 9 dəfə 4'ün 36 üstəcəl 4 2 tam onda 5'e vuranda 10n bərabərdir 0'a. Burada M kvadratını saxlayıram öz yerində, bərabərdir. 25'ten 36 çıxanda mənfi 11, bu bir tərəfə keçəndə müsbət 11. Bu onları da o tərəfə keçirirəm. Mənfi 10M keçir, bu tərəf olur müsbət 10'u ortaq vuruq çıxarsam, qalar M çıxılsın N ikisindən. 11 üstəcəl 10 vurulsun, M çıxılsın N'i də 7 verdirsə, bu eləyir 81. Onda M'in müsbət qiymətini soruşursa, M də bərabərdir kök altında 81. 81'dən də müsbət ədəd olaraq 9 çıxır. Deməli, cavab elədir 9. 17 nömrəli tapşırıqda bir hədlisinin qüvvəti 20'dir deyir. 20'dir o deməkdir ki, yəni dəyişənlərin dərəcələrinin 2n çıxılsın 9 üstəcəl 2m çıxılsın 7 bərabər olmalıdır 20'ye. Buradan 2'ni yazıram. N üstəcəl m ortaq vuruq çıxardıram. Bərabərdir 20 mənfi 9 ilə mənfi 7 mənfi 16 bu tərəf keçəndə müsbət 16. Bu da eləyir 36. Buradan alıram ki n üstəcəl m bərabərdir 36'nı 2'ye böləndə 18 eləyir. Sonra bu çox hədli, bir hədliyin dərəcəsini tapmalıyam. İndi hesablayıram təzədən 35 çıxılsın 3n üstəcəl 24 çıxılsın 3 m'in neçə olduğu lazımdır bizə. 35 ilə 24 toplayanda 59. Buradan mənfi 3'ü ortaq vuruq çıxardıram, qalır n üstəcəl m. Onu da yerine 18 yazıram. Bərabərdir 59 çıxılsın 3 vurulsun 18. 59'dan da 54 çıxanda qalır 5. Deməli verilmiş bir hədlinin qüvvəti 5'e bərabərdir. 18 nömrəli tapşırıqda bu kökün altındakı ifadəni yaza bilərəm. Kökün altında mənfi x kvadratı çıxılsın 12 üstəcəl 25 kimi.
Bu da bize verir menfi kök altında x menfi yok buradadır. Kökün altındadır menfi. Müsbət kök altında menfi x minus 5'in mötərizə kvadratı. Bu deməli fərqin kvadratı həmişə müsbətə də deyilir. Qabağında mənfi olduğuna görə mənfi olur. Kökün mənası olmaq üçün yalnız x bərabərdir. Burada 5 olmalıdır. X-in 5 qiymətini aparıb burada yerinə qoyuram. Deməli kökün altındakı 0 olası 5 qoyanda. Üstəgəl 2 vurulsun 5'in kvadratı çıxılsın 6 vurulsun 5 üstəgəl 4 bərabərdir 0 üstəgəl 5'in kvadratı 25 2'ye de vuranda 50 çıxılsın 30 üstəgəl 4 bərabər olar 24'e. Bu da oldu 18 nömrəli tapşırığımız. İndi baxaq 19'a. 19 nömrəli tapşırığa baxaq. Deməli deyir ki, sistemin sonsuz sayda lövhə var. Onun üçün 2'nin 3A'ya olan nisbəti bərabər olmalıdır 5'in y-əmsal 4B'yə bərabər olmalıdır 2'nin 12'yə olan nisbətinə. 2 ilə də 12 ixtisar edir, qalır 6'da 1. İndi birinci ilə üçüncüyə baxsam, surətlər bərabərdirsə, məxrəclər də bərabərdir. 3A bərabərdir 12'yə, A da bərabərdir 12'yi 3'ə böləndə 4. Sonra buna baxıram, tənasüb kimi bir-birinə vuranda alaram ki 4B bərabərdir 6 dəfə 5'in 30, B də bərabərdir 30 bölünsün 4. AB hasilini tapan 4'ü vurmalıyam 30 bölünsün 4'e. 4'lər ixtisar edir, qalır 30. 30. 20. Çevrenin radiusu 30 olar, uzunluğu 30 olarsa çevrenin uzunluğu 2 pi r düsturu ilə hesaplanılır. Bu da 30'du değil. 2 vur pi'ni de 3 verdi r. 2 vur 3 vur r bərabərdir 30. R de bərabərdir 30'u bölürəm 6'ya. O da bərabərdir 5'e. Deməli radiusu 5 olmalıdır. 21 nömrəli tapşırıq. Birinci B ilə S'ni birləşdirdik. Sonra A'nı çıx. 21'də. B ilə S'ni birləşdirsək. B birləşməsi. Birinci bura A'nı köçürərdim ama gərək. A'nı yazım, sonra B ilə S'ni birləşdirim. Ki çıxmaq rahat olsun. Deməli, A çoxluğunun elementləri A, B, C, D, M, N, K, Y, bir de F. Sonra B ilə S'ni birləşdirirəm. B ilə S'ni birləşdirəndə bax A var burada. A'dan başlayıram. B hər ikisində var. C də var. D də var. D'dən sonra deməli A'nı, B'ni, C'ni, bir də B'ni, D'ni yazdım. İndi yerdə qalanları yazım. Y, F, J, Z, S, K, deməli hamısını yazaq. N, Y, F, J, Z, K, F'i də yazmışam burada. Bəssən bu da bunun birləşməsi oldu. İndi bundan bunu çıxmaqdan ötürü ortaqların üstünə xətt çəkirəm. A'lar, B'lər, C'lər, D'lər getdi. Sonra Y'lər getdi burada. Bir də F'lər getdi. F'lər gedəndə qaldı M, bir də N də var burada. N'lər də getdi. Təkcə qaldı bir dənə M. M'dən 2 dənə sayın soruşur. Bir element. Bir element. Cevabımız 1. Sayın soruşur bizdə. Bir dənə M qaldı orada. Sonra 22 nömrəli tapşırıqda həlli deyil, izah eləyək. Həlli izah eləmək üçün birinci yazaram bura. 6A üstəgəl 15 bölünsün A. Bura 22 yazaq, qarışmasın. Üstəgəl 7B üstəgəl 12 bölünsün B bərabərdir. Bunlar 4 dənə kəsir ayırıram. Ən rahat odur. 6A bölünsün A. Üstəgəl 15 bölünsün A. Üstəgəl 7B bölünsün B.
üstəcəl 12 bölünsün B bərabərdir. 6A-nın A ixtisar edir, qalır 6. Üstəcəl bu 7B ilə də B ixtisar edir, qalır 7. Üstəcəl bu 2 dənə kəsirdən 3'ü ortaq vuruq çıxarsam, mötərizənin içində 5 bölünsün A üstəcəl 4 bölünsün B qalır. Bərabərdir. 6 ilə 7'yi toplayıram 13. Üstəcəl 3 vurulsun. Bunun cavabını 3 verdi bizə. 13 vurulsun 9. 13'ü də toplamadı. 9'dan toplayanda eləyər 22. 22 nömrəli tapşırığın cavabı elə elədi 22. 23. 23'də yenə də biz elə eləməliyik ki, bu ifadəni, bu x kvadratı üstəcəl 81 bölü x kvadratı alınsın. Bunun üçün əvvəlcə bu birinci ifadənin hər bir həddini x-ə bölürəm. Bunu da bölürəm x-ə, bunu da bölürəm, bunu da bölürəm. Bunda alınası x üstəcəl a çıxılsın 5, çıxılsın 9 bölünsün x bərabərdir 0. İndi gördük ki, burada x çıxılsın 9 bölünsün x bərabərdir. A çıxılsın 5'i belə yaza bilərəm. Hər tərəfi kvadrata yüksəltsək, x kvadratı çıxılsın. Bu x'lər bir-birinə vuranda gedir. 2 ilə 9'a vuranda 18. Üstəcəl 9'un kvadratı 81 bölü x kvadratı bərabərdir. Bunu da kvadrata yüksəldəndə a kvadratı çıxılsın 10'a üstəcəl 25 olur. Deməli, burada bizə lazım bu ikisinin qiymətini verdi bizə. 27. Yerinə yazsam 27 çıxılsın 18 bərabərdir a kvadratı çıxılsın 10'a üstəcəl 25. Kvadrat tənlik formasına salsam 27'dən 18 çıxanda qalır. Bir dənə baxım. 27'dən 18 çıxanda qalır 9, müsbət 9. Müsbət 9'da keçirəndə bu yana olur mənfi 9. Üstəcəl 25 çıxılsın 9 bərabərdir 0. A kvadratı çıxılsın 16 üstəcəl 10A üstəcəl 16 bərabərdir 0. Bizə dedik ki, A parametri qiymətlərin hansı köşklərin hasili sərbəst əddə bərabərdir. Yəni A1 vurulsun A2 bərabərdir 16'ya. Buradan ilə 16'nı tapdıq. Hətta köklərdə də tapmağa ehtiyac yoxdur. 24 nömrəli məsələyə baxaq. CD-ni verdi bizə 18. Buranı verdi 18. MD 9. MD 9'dur. CD də 18'dirsə, onda burada 9'dur. Sonra BM bərabərdir 9 dənə MY-yə. MY hanı? MY X götürüm. Onda BM dolası 9x. Sonra CD'ni tapdıq. Bunlar verdi. Bir dənə də burada ASD bərabərdir 2 dənə MY'yə. MY. MY'ni X götürmüşəm. Bunda ASD 2 dənə X'dir. Buradan bunu da götürürüm. Bizdən deyir AB'ni soruşur. AB'ni də A götürürüm. Onu tapmaq lazımdır. Əvvəlcə burada kəskin vətənlərin xassəsini istifadə edək. 9x'in x-ə nisbəti bərabərdir. 9 vurulsun 9'a. Deməli, buradan hər tərəfi 9 ixtisar eləsəm, qalar x kvadratı 9'a bərabərdir. X də bərabərdir 3'ə. Mənfi 3 ola bilməz, çünki tərəflərdir. 3. Sonra AC onda olur 6. İndi yazıram ki, ikinci dəfə AB'nin kvadratı A kvadratı bərabərdir. Toxunanın kvadratı kəsənin uzunluğu ilə çöldə qalan hissəsinin hansına bərabərdir? Kəsənin uzunluğu 6 üstəcəl 9 üstəcəl 9'dur. Çöldə qalan yeri də 6'dır. Bərabərdir 18'in üstünə 6 gələndə 24 vurulsun 6. 24 vurulsun 6'nı da 4 vurulsun 6 vurulsun 6 kimi yazmaqla A-nı rahatlıqla tapmaq olar. Kök altında 4 vurulsun 6 vurulsun 6. 4'dən kök çıxır 2. 6'dan da 2'dən altdan da bir dənə 6. 12. Deməli 24'də də cavab eləyir 12. Qaldı bir dənə 25 nömrəli tapşırığımız. Burada yaşları cəmi 3 qardaşın belə 396 manat pulu var. Öz aralarında yaşlarını tərs mütənasib olaraq böldülər. Yəni 8x isə tərsi olar 8'də 1x.
Üstecel o biri olası 12'de 1 ikiz. Beraber üstecel o biri de var. 15'te 1 2 ise o da beraberdir 396'ya. Bu 8 12 eləyir 48. 8'den 12 24. 24'ü də 5'e vuranda 120 eləyir bunların ortaq məxrəci. 120'də 15 ikiz. Üstecel 12 üstecel 8 ikiz. Beraberdir 396'ya. Bu da eləyər toplayanda 25 bu da 8. 33 ikiz. Beraberdir 396 vur 120. X de beraberdir 396 vurulsun 120'ni 33'e bölmeliyim. 33'e böləndə birinci bulağı ixtisar eləyim olsun 396 vur 3'e bölsəm 40 bölünsün 11. 39'da 11 olar 3 dəfə, 33 66'da 11 olar 6 dəfə vurulsun 40. X'i tapdım. İndi bizə lazımdır bunların böyük qardaşın neçə manat pulu var. Deməli 36 vur 40'ı bir dəfə vurmalıyam. Yaşları 8 15 olan. Böyük qardaşı 15'də 1'dir. Deməli ona vursam bəs eləyirəm. Sana vurmağa ehtiyac yoxdur. 36 vur 40 vur 15'də 1. 36 ilə 15 ixtisar gedir 3'e. Qalır burada 12. Burada da 5'lər gedir. Qalır 8. 8'i də 8'də 2 16 1 yadda 8 1 də yadda 9 bir dənə də ixtisar eləyim bu. Deməli 15 ilə bu gedir 3'e 12 qalır. Burada da 8 12'yi 8'e vuranda 96 eləyir. Öbürləri də tapaq ehtiyatdan. 36 vur 40 vur 12'də 1. Bununla bu ixtisar gedir. Qalır burada 3. 3'ü də deməli 40'a vuranda eləyər 120'də bu eləyəsdir. Sonra 36 vur 40'ı vurmalıyam 8'də 1'e. Bununla bu ixtisar gedir 5. 36'nı da 5'e vuranda 150 30 180.